Müşterilerin bize təəccüblə verdiği suallardan biri odur ki, neye göre biz SLS yağına keçdikdən sonra yağ azalmanın qarşısı alınır və ya minimuma endirilir? Əlbəttə bunun texniki cavabı var və bu cavab SLS-in rəsmi saytında öz əksini tapıb. Bunun cavabı NOAC Evaporation deyilən beynəlxalq bir test üsuludur və bu test üsulu SLS zavodunda çox uğurla aparılır. Testin mahiyyəti nədir? Yağ SLS zavodunun laboratoriyalarında 250 dərəcəyə qədər qızdırıldıqdan sonra 1 saat ərzində həmin yağın üzərindən daima hava axını keçirilir. Bu müddət sonunda yağın çəkisində baş verən itki hesablanır və bunun da nəticəsində yağa əlavə olunan lazımi qatqıların sayəsində və NOAC Evaporation testinin uğurla həyata keçirilməsinin nəticəsində SLS yağında itki demək olar ki yoxdur. Və yaxud da ki bir marka ilə istifadə olunduqda itkiyə məruz qalan mühərrik SLS yağına keçdikdən sonra itki tamamilə dayandırılır və ya minimuma endirilir. Bu bunun texniki cavabıdır və müştərilərimiz bunu SLS-in rəsmi saytında tanış ola bilərlər.